Bilirsiniz ki, bir müqavilə var. Bir müqavilədir işçi və işə götürən arasında və insan resursları da bu müqavilənin tam ortasında dayanır. Həm işçini, həm işə götürəni necə məmnun etmək olar? Bu məqamda gözləntilər gelir işin. Gözləntilər iki tərəfli bir şeydir. İşçinin gözləntiləri, şirkətin gözləntiləri, işə götürənin gözləntiləri. İnsan resursları çox vaxt maliyyə yükü kimi görülür. Onun dili ilə danışma əsas stratejik insan resursları ekspertlərinin önəmli xüsusiyyətlərindəndir. İnsan resursları, yəni səriştələr üzərində fokuslanıb. Biz bütün insan resurslarının funksiyasında səriştələrə fokuslanırıq. Və artıq səriştələrin bəziləri onları süni intellekt, robotlaşdırma, sistemləşdirmə belə deyil, əvəz edir.